Hər vaxtınız xeyir olsun, mənim əzizlərim. Bax, saat 4-dən, 4-ün yarısından Sabunçuda yağış yağır. Mənəm yenə Saday. 4-ün yarısında yatmamışam, gecə bütün həyətlərimizi su basıb. Burada belə iflic vəziyyətdə heç kim yoxdur. Baxın, heç kim yoxdur. Fevqalada zat heç kişinə yoxdur. Su gedib hara çıxır ki? Bütün hər yer tutulub. Bazarın içi su, o yol su. O günləri burada bu körpünün altında iflic olub, yollar kəsilib, cəmaət qalıb dəmir yoldan o yana keçə bilmirlər. Bir kömək eləyən yox, bir fevqalada gəlmir. Bir cəmaatı keçsin. Hani bunların texnikaları? Qar yağdı, texnikaları yox. Bunların texnikaları qoca arvadlar. Allah yenə bizim polislərə dəyməsin. Polisə cəmaatı keçirdi. İndi də bu dəqiqədə bir dənə qurumdan burada adam yoxdur. Baxın, heç kim yoxdur. Maşın batıb qalıb burada, biri batıb qalıb burada, birisi orada qalıb, biri burada qalıb. Yenə Azərbaycan polisi, sağ olsun Azərbaycan polisi, gəlir bu cəmaata kömək edirlər, bu yolları taxtazad atırlar. Başqa bir qurum gəlmir. Bizim bir dənə əlacımız var. Mənim millətim, mənim ağsaqqallarım, mənim anabacılarım. Allah'a yalvarmaq. Əlimizdən bir dənə bu gəlir. Qurumlardan, fevqaladan heç bir kömək gözləmin. Bu iş sırf fevqaladanın işidir. Hani bunların texnikaları? Milyonlar, trilyonlar texnikaya xərcləyirlər. Hani bu pullar? Hani gedir bu texnikanı? Hani bu fevqaladanın? Nə qışda bunun texnikası göründü, nə yayda bunun texnikası göründü. Ne eləsinlər? Jeklər ne eləsinlər? Yazıların nələri var? Ne eləsinlər? Biz aramızda həmişə biz qınırıq, icra başları qınırıq. Bu sırf fevqaladanın işidir. Kanada ise kim bakır? Bu Respublikada onların işidir. İşləmirlər, təmizləmirlər. Neçə gün bundan qabaq demişlər yağış yağacaq. Heç kim gəlib, heç bir qurum buna baxmır. Bir dənə işimiz o qalıb mənim millətim. Allah'ımıza yalvaraq. Nə fevqalada bizə əcab eləyər, nə o milli məclisə oturan, nə heç kim, heç bir qurum. Bir dənə qalıb Allah'ımıza dua eləyək. Allah bu millətə yazığı gəlsin. Allah da çünki bu millətdən estağfurullah bezib. Allah da o millətdən bezib. Nə qədər haqsızlıqlar, nə qədər bu hayasızlıqlıq, bu TikTok'ta da olmadığı şeylər yoxdur. Nə qadın bilirlər, nə kişi bilirlər. Bax, onun bəlasıdır biz çəkirik. Allah bizə deyir ki, özümüzü yığışdırın. Olmaz. Biz Azərbaycanlıyıq, bizə yaraşmaz. Bax, bu vəziyyətdir, bax, görürsünüz. Bir dənə insan, bayağı bir qadın az qalmışdı, burada yazıq. Qadın oradan tərpənə bilmirdi. Bir dənə burada işləyən postpatrol xidməti uşaqlarıdır. Bizim polislər istir bu, yenə dediyim kimi, istir bu qışda, qar yağanda, istir bu yağışda. Daha texnikamız gəldi. Sovetlərin dövründə qalan texnika gəldi bu da. Bu gələcək su çəkəcək buradan ki. Bu da bizim texnikamız gəldi. Texnika geldi, gözünüz aydın. Bak daha. Bakın indi. Vəziyyətə bakın. Vəziyyəti gördünüz özünüz. Gəlin cəmaatı sürmüşsünüz getdi. Allah bu millete yazığı gelsin. Allah bizim neden diye bu da bizim şeydə deyək də, kəslərdə, bu da səngərlərdə, yağışda Allah onlara kömək eləsin. Onlar çünki vətənimizi qoruyur. Biz bir tər burada keçlənik. Evi yoxdur. Nə deyək? Normadan çox yanır da. Normadan çox yağır. Bir dənə söz bilirlər ki, normadan çox yağdı. Mən 45-50 ildir mən Bakıdayam. 3 günlərlə yağış yağıb. 3 günlərlə yağış yağıb mənim millətim. Heç nə olmayıb. Bu nədir? Bugün 8-5 saat yağış yağıb. 4 saatli yağış yağır. Bütün hər yeri su basır. Bir tane Belarus geldi de o da batacak orada. Buna geldi şov göstermeye bura. Bu da gelip şov göstermeye bura. Fevkalade yoktu. Maskos prospekti, Heydər prospekti orada iflic vəziyyətdə yanıb. Cəmaət işe gedə bilmir. Yəni deyirəm ki, Allah bu millete yazığı gelsin. Bu niye geldi, niye getdi diye özü bilmir. Şov göstermeye gelmişti bu. O niye gelmiş? Buraya götürüyor. Texnika budur da.
hələ yağır. Demək ki, bugün kəsildi biraz. Mən belə biləm, yəqin kəsiləcək. Bazarda iflic vəziyyətdə, bütün mal qalıb suyun altında. Sağ olun, Allah bu millətə yazığı gəlsin.